Salam dostlar, bu videoda OSI modelinə aid olan sualların 6-cı hissəsini izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Aşağıdakı cihazlardan hansı OSI modelinin birinci layerində istifadə olunan deyil? Doğru cavab C variantı, router. Hub, repeater, media converter OSI modelinin birinci layeri olan fiziki layerdə istifadə olunur. Router isə OSI modelinin üçüncü layeri olan network layerdə istifadə olunur. Keçək növbəti suala. 2 nömrəli sual. Aşağıdakı layerlərdən hansı end-to-end communication'a cavabdehdir? Doğru cavab B variantı, transport. OSI modelinin 4-cü layeri olan transport layer end-to-end communication'dan cavabdehdir. Keçək növbəti suala. 3 nömrəli sual. Aşağıdakı layerlərdən hansında frame check sequence ilə xəta aşkarlanması həyata keçirilir? Doğru cavab A variantı, data link layer. OSI modelinin ikinci layeri olan data link layerdə frame check sequence ilə xəta aşkarlanması həyata keçirilir. Ethernet frameləri xəta aşkarlanması üçün frame check sequence-dən istifadə edir. Keçək növbəti suala. 4 nömrəli sual. Hansı layer etibarlı çatdırılmadan cavabdehdir? Doğru cavab A variantı, transport. Transport layerdə işləyən TCP protokolu etibarlı çatdırılmanı təsdiqləmək üçün acknowledgement mesajlarından istifadə edir. Keçək növbəti suala. 5 nömrəli sual. Hansı layer paket forwardingdən cavabdehdir? Doğru cavab B variantı, network. Network layer şəbəkələr arasında paket forwardingdən cavabdehdir. Keçək növbəti suala. 6 nömrəli sual. Aşağıdakılardan hansı application layer protokoludur? Doğru cavab A variantı, SMTP. OSPF, RIP, BGP protokolu isə application layer protokolu deyil. Onlar routing protokoludur. SMTP-nin açılışı isə Simple Mail Transport protokoludur. Keçək növbəti suala. 7 nömrəli sual. Aşağıdakı funksiyalardan hansı presentation layerə aiddir? Doğru cavab B variantı, encryption və decryption. Şifrələmə və şifrələmənin açılması OSI modelinin presentation layerində həyata keçirilir. Keçək növbəti suala. 8 nömrəli sual. Presentation layerdə istifadə olunan compression, yəni ki, sıxılma nə üçün istifadə olunur? Doğru cavab B variantı. Ötürüləcək məlumatın həcmini azaltmaq üçün. Presentation layerdə istifadə olunan compression, yəni ki, sıxılma, şəbəkə üzərinə ötürüləcək məlumatın həcmini azaltmaq üçün istifadə olunur. Keçək növbəti suala. 9 nömrəli sual. Aşağıdakı protokollardan hansı application layerə aiddir? Doğru cavab A variantı, SSH. SSH protokolu OSI modelinin 7-ci layeri olan application layerə aiddir. SSH protokolu vasitəsilə uzaqdakı cihazlara qoşulma həyata keçirilir. Keçək növbəti suala. 10 nömrəli sual. TCP aid olan hansı funksiya datanın etibarlı çatdırılması üçün istifadə olunur? Doğru cavab B variantı, acknowledgement. TCP acknowledgementləri istifadə etməklə datanın uğurla çatdırılmasını təsdiq edir. OSI modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Əgər video faydalı oldusa, şərh yazmağı, like etməyi və dostlarınızla paylaşmağı unutmayın.